Həftənin əsas xəbərləri. Müsavat Partiyası şəhərin mərkəzində etiraz aksiyası keçirdi. Gənclərin təşkil etdikləri 11 mart aksiyasının qarşısı polis zorakılığı ilə alındı. Azərbaycan İnsan Haqları Evinin fəaliyyəti dayandırılıb. Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin edilmədi. Rati əməkdaşları qanunsuz olaraq saxlanıldılar. Eynullah Fətullayevin həyatına təhlükə var. Martın 12-sində Müsavat Partiyasının təşkilatçılığı ilə Bakının mərkəzində Fəvvarələr meydanında Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmadan etiraz aksiyası keçirildi. Saat 14:00-dan başlayan aksiya Habelə Dənizkənarı Milli Parkda da davam etdi. Aksiya təxminən saat 15:30-a qədər davam etdi. Belə ki, aksiyanın qarşısını almaq üçün ərazi səhər saatlarından mülki və rəsmi geyimdə olan polis əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü. Buna baxmayaraq, müxalifətçilər Fəvvarələr meydanına daxil olaraq Əliyevlər rejiminə son qoyulsun, Qəddafinin qohumları, Azərbaycandan rədd olun şüarları səsləndirirdilər. Ərazidə qabaqcadan yerləşdirilmiş çoxsaylı polis əməkdaşları miting iştirakçılarını zorakılıqla saxlayaraq ərazidən uzaqlaşdırırdılar. Amma qısa fasilədən sonra yeni qüvvələr meydana daxil olaraq azadlıq, istefa şüarlarını səsləndirirdilər. Habelə aksiyada gənclər Allahu Əkbər şüarı səsləndirib və hər kəs iqtidarın istefasına nail olmaq üçün mübarizəyə səsləyən vərəqələr yayırdılar. Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu'nun verdiyi məlumata görə, aksiyada ən azı 53 nəfər saxlanılıb. Saxlananlar Səbail, Yasamal və Xətai rayonunun 8, 9, 28, 31, 37 və 38-ci polis bölmələrinə aparılıb. Habelə polis Rati əməkdaşı hüquq müdafiəçisi Rəsul Cəfərovu da saxlayaraq 28-ci polis bölməsinə aparıb. Təxminən bir saatdan sonra hüquq müdafiəçisinin anlaşılmamazlıq nəticəsində saxlanıldığı bildirilib və o sərbəst buraxılıb. Yeri gəlmişkən onu da qeyd edək ki, polisin miting iştirakçılarını qovmalarını və həbs etmələrini meydanda yerləşən Pizza Inn kafesində əyləşən YAP icra katibinin müavinləri deputatlar Siyavuş Novruzov, Mübariz Qurbanlı və YAP Siyasi Şurasının üzvü Kərim Kərimli müşahidə edilir. Çəkil lan, çəkil. Şuna tutmuşsunuz, hə? Maşın sarı! Maşını şuna tutmuşsunuz. Siz adınızı deyin. Adını deyin. Gel. Sen uşağı. Bana gel, sen vurar. Tamam. Hayır! Efendim, ne bileyim? Hanım uşağı. Hakkı. Bir qrup gəncin Facebook sosial şəbəkəsi vasitəsilə hökumət əleyhinə təşkil etdikləri Böyük Xalq Günü aksiyası ilə bağlı Azərbaycanın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət yaşandı. Səhər saatlarından etibarən bütün ali və orta təhsil müəssisələri, metro stansiyaların çıxışları, şəhərin bütün mərkəzi meydanları polis nəzarətinə götürülmüşdü. Belə ki, gənclərin ilk qrupu saat 11:15-də etiraza Cəfər Cabbarlı meydanında start verdi. Amma polis bir neçə gənc fəalı saxlayaraq ərazidən uzaqlaşdırdı. Saat 12:00-a yaxın Dəmir Yolu Vağzalyanı meydanda Səməd Vurğun abidəsinin yaxınlığında Müsavat Partiyası sədrinin oğlu Turqut Qəmbər, publisist Əli Əkbər və Gənclər Hərəkatının fəalları Təbriz Önər və Zaur Qurbanlı da saxlanıldı. Turan İnformasiya Agentliyinin verdiyi məlumata görə Dəmir Yolu Vağzalı ərazisində Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və onun partiyasının 4 üzvü saxlanılıb. Bundan bir müddət sonra Polis Demokrat Partiyasının fəallarını saxlayıb. Habelə Dəmir Yolu Vağzalı ərazisində Polis Azadlıq Radiosunun fotomüxbiri Abbas Akilayı da polis təzyiqi ilə üzləşib. Günorta saatlarından sonra isə bir qrup gənc Fəvvarələr meydanı yaxınlığında Nizami küçəsində aksiya keçirdi.
Lakin Səməd Vurğun küçəsi ilə kəsişmədə yerləşən Nəsimli bağında polis gənclərin qarşısını kəsdi və aksiya iştirakçılarına, o cümlədən jurnalistlərə təzyiq göstərməyə başladı. Bir neçə gənc, o cümlədən aksiya iştirakçı kimi qoşulan jurnalist Şahbələ Çobanoğlu, Azadlıq qəzetinin əməkdaşları Elvin Həsənli, Əfqan Muxtarlı, hüquq müdafiəçisi Anar Məmmədli də saxlanıldı. Amma jurnalistlər də hüquq müdafiəçisi ilə qısa müddətə sərbəst buraxıldılar. Polislərdən biri isə Turan İnformasiya Agentliyinin fotoreportyoru, əynində jurnalist olduğunu göstərən gödəkçi olan Etimad Budaqovun qarın nahiyəsinə zərbə indirib. Təxminən saat 15:00 radələrində aksiyaya yekun vuruldu. Hüquq müdafiəçisi Navella Cəfəroğlu'nun Obyektiv TV-yə verdiyi məlumata görə, aksiya zamanı 30 nəfər saxlanılıb, onlardan 22-si sərbəst buraxılıb, 8 nəfər isə məhkəmələrə Ədliyyə Nazirliyi İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi olan Azərbaycan İnsan Haqları Evinin bütün növ fəaliyyətinin dayandırılmasını tələb edib. Ədliyyə Nazirliyi bildirib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycan dövləti ilə razılaşdırdıqdan sonra bərpa edilə bilər. Bu barədə martın 11-də Obyektiv TV-yə daxil olmuş İnsan Hüquqları Evi Fondunun bəyanatında qeyd edilib. Bəyanatda bu addımın evin tənqidi mövqeyi olan şəxslərə öz fikirlərini bildirmək üçün yer ayırmasına görə atıldığı vurğulanır. Bugün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da bəyanatla çıxış edərək evin fəaliyyətinin dayandırılmasını siyasi sifarişin icrası kimi qiymətləndirib. Qeyd edək ki, Azərbaycan İnsan Haqları Evi İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi kimi 2007-ci ildə Azərbaycanda qeydiyyatdan keçib. 2009-cu ildə QHT-lər haqqında qanun edilmiş əlavə və dəyişikliklərə görə beynəlxalq təşkilat yalnız dövlətlə müqavilə bağladıqdan sonra fəaliyyət göstərə bilər. Martın 9-da Gəncə Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 4 mart 2011-ci il tarixdə barəsində həbs qəti imkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna gənc fəalın vəkili Əlayib Həsənov məlumat verib. Onun sözlərinə görə, prosesdə dövlət ittihamçısının nümayəndəsi Tofiq Mirzəyev, eləcə də Bəxtiyar Hacıyevin özü də iştirak edib. Vəkil Əlayib Həsənov məhkəmənin şikayəti təmin etmədiyini və bu qərarın əvvəlcədən planlaşdırılmış bir məsələ olduğunu qeyd etdi. O, həmçinin bu qərardan Avropa məhkəməsinə şikayət veriləcəyini dedi. Xatırladaq ki, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra noyabrın 17-sində təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi. Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin 321-ci hərbi xidmətdən boyun qaçırma maddəsi ilə cinayət işi açılıb. Hüquq müdafiəçilərinin fikrinə görə isə Bəxtiyar Hacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı 11 mart Böyük Xalq Günü kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib. Martın 7-sində saat 15:30 radələrində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məxsus avtomobillə hərəkət edərkən təşkilatın əməkdaşları Mehman Hüseynov və Əbilfəd Namazov İşıqforda mülki geyimli şəxslər tərəfindən zor tətbiq edilməklə tutularaq baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparılıblar. Bu barədə keçirdikləri mətbuat konfransında Rati sədri Emin Hüseynov məlumat verdi. Onlarla 11 mart xalq etirazı günü ilə bağlı sorğu-sual aparılıb. Bu hadisə insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir təşkilatın əməkdaşına edilən təzyiqdir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyik, deyə Emin Hüseynov əlavə etdi. Bugün İqtisad Universitetinə gedərkən Tofiq Bəhramov adına stadiondan Tibb Universitetinə gedən yolda olan İşıqforda dayandığımız zaman 6 nəfər mülki geyimli, idmançı cüssəli şəxs təşkilatımıza məxsus maşının qapısını açdılar və biz
bizi zorla ayrı-ayrı, məni Pajero, Əbülfətti isə 07-yə mindirdilər və baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə apardılar. Orada idarənin rəisi mənə bildirdi ki, 11 mart Xalq Etiraz gününü təşkil edən qrupu mən idarə edirəm. Qrup xaricdən idarə olunur və Bakı bürosunun da rəhbəri sənsən. Mən isə bildirdim ki, mən heç bir qrupun rəhbəri deyiləm və jurnalistika ilə məşğulam. Daha sonra rəis mənim Facebook sosial şəbəkəsində olan profilimdən çıxarışlar göstərdi və dedi ki, bəs bu nədir? Məndən gənclərin nəzərdə tutduğu aksiya ilə bağlı yaydıqları bildirişlər barədə suallar verdilər. Mən isə bildirdim ki, mən o kampaniyada öz jurnalist fəaliyyətimi həyata keçirirdim. Rəis mənə onu da bildirdi ki, həmin gəncləri tapacaqlar və dostlarıma çatdırım ki, rahat olmasınlar. Rəis mənə onu da bildirdi ki, bilirik ki, bizə ABŞ səfirliyi dəstək verir. Bu fikri mənim cibimdə Amerika səfirliyinin vizit kartının olması ilə əsaslandırmağa çalışdırdılar, deyə Mehman Hüseynov bildirdi. İşdən ayrılan andan bizim maşını izləyirdilər. İşıqfora çatanda isə bizi zorla maşından düşürdülər. Mən isə həmin şəxslərdən bizi nə səbəbə saxladıqlarını izah etməyi və vəsiqələrini təqdim etməyi xahiş etdim. Həmin şəxslərdən biri mənə bildirdi ki, mən vəsiqəmi göstərdim, amma sən görmədin. Sən polisə müqavimət göstərirsən. Mən ona bildirdim ki, işıqforlarda kameralar var və o kameralara baxaraq aydınlaşdıra bilərik. Habelə mənə cibimdə narkotik maddənin olub-olmadığını soruşdular. Suala təəccüblənəndə isə dedilər ki, 7-8 il yatarsan, başa düşərsən. Sonra kimliyimlə, ailə tərkibimlə, Rati sədri Emin Hüseynovla, onu nə vaxt evə aparıb gətirməyimlə və digər əməkdaşlarımızla maraqlandılar. Sonra bizim hər ikimizdən izahat aldılar və bizi sərbəst buraxdılar, deyə Əbülfəd Namazov bildirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, 11 mart aksiya ilə bağlı bildiriş paylayan gənc fəal Etibar Salmanlı da mətbuat konferansında izlənildiyini bildirib. Habelə martın 7-sində onu sahə müvəkkili axtarıb və axtarılmaya səbəb kimi yolda güya hansısa bir qadına sataşdığını göstərib. Real Azərbaycan və Gündəlik Azərbaycan qəzetlərinin baş redaktoru Enullah Fətullayevin həyatına ciddi təhlükə var. Bu həyəcanlı xəbərlə bağlı martın 7-sində axşamüstü saat 19:00-da Ratinin mətbuat mərkəzində keçirdiyi mətbuat konferansında jurnalistin vəkili Anar Qasımov məlumat verdi. Vəkili dünən Fətullayevlə bir saylı cəza çəkmə müəssisəsində görüşüb. Enullah Fətullayev bir sıra cəza çəkmə müəssisələrində, o cümlədən bir saylı cəza çəkmə müəssisəsində həyatına təhlükənin mövcudluğunu bildirərək, hüquq mühafizə orqanlarının sabiq əməkdaşlarının saxlanıldığı 9 saylı cəza çəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdi. Amma martın 2-sində axşam saat 17:00 radələrində o Bakı İstintaq Təcridxanasından çıxarılaraq naməlum istiqamətə aparılıb. Təxminən 2-3 saat gəzdirildikdən sonra aparıldığı məhbus daşıyan qapalı avtomobil saxlanılıb və avtomobilə hərbi geyimli, maskalı, idman cüssəli 2 şəxs minib. Onlardan kimliklərini soruşanda isə jurnalisti üzüstə yerə yıxıblar, hətta biri ayağı ilə Eynullahın boynundan sıxıb və rus dilində malçı deyib, deyə qeyd edən vəkil, hazırda Enullah Fətullayevin öz xahişi ilə karserdə saxlanıldığını da bildirib. O, jurnalistin həyatına real təhlükə olduğunu bir daha xəbərdarlıq edir. Eynullanın yenə də karserdə qalmasında da yeganə tələbi ondan ibarətdir ki, o yenə də israrlıdır ki, onu 9 aylı cəza çəkmə müəssisəsinə köçürsünlər və əgər bu tələb yerinə yetirilməyəcək təqdirdə o daha sərt addımlara doğru gedəcək. Yəni burada azlıq aksiyası və sair keçirmək qərarı da belə bilər. Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı cəza çəkmə müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 6 iyul 2010-cu il tarixində Enullah Fətullayev Cinayət Məcəlləsinin 231.1-ci maddəsi ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu il 12 saylı cəza çəkmə müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş itham üzrə çıxarılıb.
iş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Habelə Eynullah Fəthullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-sində yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27.822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin plenum isə bu qərarı qismən təmin edib.